Kur'an'dan minimum bilinmiş beləncə 2 dərəcə iman var. Əlbəttə, bəzi alimlər buyurublar ki, Kur'an'da 4 dərəcə iman var. Bunu yeri dəqiq başqa baxılar inşallah bəhs edər. Minimum 2 dərəcəsi bilinirdi. İman vardı, iman qəlbdə var, hələ həkk olmayıbdır. Bir ayət ki, iman yazılıbdır. Kur'an'da ayədir, iman olan qəlblərində yazılıbdır. Fərq etməsəm, Təhrim surəsinin axırıncı ayəsidir. Buyurur ki, Mücadilə surəsinin 22-ci ayəsidir. Buyurur ki, Olaikə kətəbə fi qulubihimul iman. Onların iman qəlblərində yazılıbdır. 22-ci ayə Mücadilə surəsi. Yaxşı, iman qəlbində olsa faydası nədir? Faydası olsa adam namaz qılar, oruç tutar, yeri gələndə zəkat verər, qumsu verər, qız verər. Qəlbdə olsa iman verər. Dildə olsa heç, hələ dildədir. Qəlbdə olsa işləri görər. Baxın, həyat iki cürdür. Bir, adi həyatdır ki, yaşayır. Bir, dalğalı həyatdır. Adi həyatda ki, biz yaşayırıq, adi də davranışımız var. Eyni, dəniz hələ dalğalı deyil. Və balaca qayıqda olsa, orada nə yəbilir? Hərəkət edir. Bəli, dəniz dalğalansa, tufan gəlsə, balaca qayıqlar nə olar? Batar, onlar eləyəməzlər, geçsin. Həyat tücürdür də. Həyat adi həyatda olsa, insan, görsən imanında, namazda var, orucu da var. Bəli, indi toqquşdur, dalğalar gəldi. Dünyası ilə dil toqquşdur, dünyası ilə bəzi mənfəətlər toqquşdur. Dalğa, tufan gəldi, hadisələr baş verdi. O vaxt, o ki iman qonaqdır, o gedər. O mərhəliyə qalır. Hələ əgər iman yazılıbdır, yəni qəlbində o qədəmdir, onda nə olar? O heç vaxt bilətindən getməz. Misal yox, elə İmam Hüseynin Kufə cərəyanı vura bildir. Kufəllər yalan demidilər. O qədər idi olan inanları. O qədər ki, sakit İmam Hüseyin istəyirdilər. Sakitcəsinə həyatda İmam Hüseyin istəyirdilər. Dünyaları da olsun, imamı da olsun. Bu qədər İmam Hüseyin istəyirdir. Numan ibn Bəşir ki, Kufənin valisiydi, aram adam idi, sakit adam idi. Onun həyatında İmam Hüseyin istəyirdilər ki, imam gələcək olaraq məscidlərində namaz qılacaq, imam cəmaat olacaq, imamlar olacaq, bu qədər istəyirlər. Bəli, vəziyyət köndü. Bəxti İmam Hüseyin gəlirdi ora, onlar imamı tələb edəndə dəniz adi nəydi? Sakitdir. İmam Hüseyin gələndə ora dalğalandı. İmam Hüseyin bərabər idi dünyalarından əzək. Çünki toqquşdu bu. İmam Hüseyin'i əks edilmək dünyalarında yetişmək idi. Qızıl sikkələrə yetişmək idi. İbn-i Ziyad, Yazidin göstərişi ilə nəzərə qızıl sikkələr neynəmişdir? Söz verirdi. Bunlar baxdılar, deyirlər ki, ya Hüseyin ya dünya. Ya Hüseyin ya qızıl sikkələr. Ya Hüseyin ya dünyada yaşamaq. Ya Hüseyin ya Yazidin yanında yaxşı olmaq. Yazida yaxınlaşmaq. Və Yazida yaxınlaşmağın asarından faydalanmaq. Ya Hüseyin ya bu vəziyyətlər hazır deyil. Bu toqquşmağa hazır deyil. Orada o iman hazırdır ki, kətəbə fi qulubihimul iman. İman əgər yazılırsa onda hazırdır. Bizdə aman adi həyatda, bizdə də o imanlar məsələdir. Adi həyatda imanımız var, namaz qılan, oruç qılan. Məsciddə də əyriş verməz. Məscid oxşayır, bu dənizə ki, qurbanı yoxdur, dalğası yoxdur. Bəzi imanları da yoxdur, məsciddə də mümkündür qeybət edəyələr, ondan söhbət etmə, o qalədir. Bəli, onun ki, imanı var ki, burada sakit həyatdır. Bəli, vaxtı gəldi, toqquşdu. İnsanın nəfsi istəkləri ilə toqquşdu, insanın dünyəvi istəkləri ilə toqquşdu. Burada o ayrı iman istəyir. Ənna səviyyədir dünya.
İmam buyurur ki, cemaat dünya bulurlar. Vakti imtihana düşürlər, azalarlar, dindar azalar. Qəllətdən yani. Və izamı hesət bilbəla qəllətdən yani. Bəla ilə üzbəyiz gəldilər, çəkinlə üzbəyiz gəldilər, dindar azalar, siyah azalar. Hansı dindar? O iki iman qəlbində yazılıbdır. O siyah azalar. Hamı ona hazır deyil. O məxsus bir insanda məşq istəyir, məxsus bir dərəcədir, insan o dərəcəyə çatar. O nədir? İnsan deyək, yəqin olan. Yəqin olmasa insan o cür iman olmaz. Biz bəzi vaxtlar bəzətləri bilirik. Şəkkidir. Qiyamət görəsən olacaq ya yox. Şirxanlarının şey olacaq da. Olacaq da, o da sözü bizi imanımızı xərablayıbdır. Olacaq da. Yəni kamilən nə dəyir o? Arxeyin dəyir. Bu şəkdir. Bəzən bilir o. Yəni nə cür bilir o? Subutlarla oxumuş. Riyaziyyatda necə oxuyarım? Şəqəm zat belə olar, 180 dərəcə olar məsələn şu bucaq. Bu cür. Bilir o. Ağlımız qəbul edir. Qiyamət olacaq. Çünki Allah adildir, qiyamət olmaz. Çünki Allah həkimdir, qiyamət olmaz. Bunu da bilməli. Bu da bir mərhələdir. Bu da yəqindir. Elmi yəqindir. Nədirlə? Elmi yəqin. Yəni adam elmi ilə, ağlı qane edir. Qəlbi arxeyində. Ağlı bilir. Qəlbi düşmələ, dəqiq bilir nə deməkdir. Hamımız inanırıq ki, ölmə var. Yəni, ölmənin mahiyyətini bilir. Öləndə insan olur. Heç kəs inkar edən. Hamının yəqini var. Ölmə. Elmin yəqini var. Bilirik ölmə var. Yəni, bu mərhələ bilirik. Biz də bunun için insan bilirik. Yox, bilmədən bir zərərdə yuxarıdır yəqini. Görür. Qiyaməti görür. Mənki bilir. Subutlarla bilir, yox. Qiyaməti ilə görür, cəhənnəmi görür, cənnəti görür. Bu da bir cür yəqindir. Buna deyirlər, eyni yəqin. Cəhənnəmi görür. Bir də bunu ki, cəhənnəmi görür, yox. Cəhənnəmin içindədir. Cənnətin içindədir. Nə görür? Buna deyirlər, haqqı yəqin. Bu terminlər Quranda var. İndi izah edəcək. Buna misal vursaq, oldu misallar al bilir. Bir nəfər sən dostluğa demişsən ki, mən bir evdə çay qoyacağım, səmavarda ot yandıracağım, qazınan yem. Mənə kömür. Hop, demişəm buna, bu bəli axşam fikirləşir ki, doğrudan görəsən bu od yandırdı. Buna da şək. Hələ ki adım yoxdur. Görəsən yandırdı. Gəlir evin yanından geçəndə görür nəsə tüstü çıxır. Buna verirlər yəqin. Çünki gördü yandırır. Bilir. Tüstü ilə. Bu elmdir. Elm yəni tüstüyü görürsən odu geçir. Elm zihnin nəyidir? Nəticə almalıdır. Mən subutlarla nəticə alıram ki, qiyamət var. Tüssü ilə yetişirəm o da. Burada da yəqindir. Qapını döysən, girsən ki, görsən, aşağı ot yandırır. Bu da görməli. Sonra deyəsən, əli vursan bir oda. Əlin yanır. Bunlar hamısı ona deyirlər elmin yəqin, görürsən tüssünü. Görürsən odu. Elmin yəqin, gəlirsən, gözü ilə görürsən. Gəlirsən, oda əli vurursan və odu sən hiss edirsən öz bədənində. Buna görə haqqul yəqin. Bu üç mərhələ. Bəzi insanlar həqiqətləri bilirlər. Bəzi insanlar həqiqətləri görürlər. Bəzi insanlar həqiqətin içindədir. Deyirlər, Əbu Əl-Sinə ilə bir Əbu Səid, Əbu Xeyr var idi. Biri filosof idi, biri arif idi.
biri əhli deli idi, ürək əhli idi, qəlb əhli idi, biri əhli əqli idi. Bunları bir gün görüşdürürlər bir-birlərini. Oturublar, danışırlar. Danışandan sonra çıxır bir bayra, soruşurlar Əbu Said Əbu Xeyrdən ki, İbn Sinanı, Əbu Əli Sina sən necə gördün? O nətər adam idi? Deyir, mən nəyi görürdüm, o bilirdim. Sonra Əbu Əli Sina'dan soruşurlar ki, sən o nəyi gördün? Deyir, mən nəyi bilirdim, o görürdü. Mənim ağlım nəyi bilirdi, o da qəlbi ilə o görürdü. Yaxşı. Yəqin bu üç mərhələdir. Qur'andan bilinir ki, kimin nə qədər yəqini çoxalsa, ey bələmdə vilayət məqamında o aləmlə irtibatı çoxdur. Nə qədər yəqin çoxalsa, o aləmlə də irtibatı çox olar və eləyə bilər Allah tərəfindən bir sıra dərəcələr verilsin. Hansı ayələrdən bilinir ki, insanın yəqini çoxalsa, dünyada çox zatlar biləsinə kəşf olar, çox zatlar bilərlər. Mən de bəzi ayələr bilirəm. Hədid surəsində bir ayə var. Bir ki, mövzu nədir? Mövzu budur ki, yəqin çoxalsa dünyada çox zatlar görmək olar. Çünki bizim yəqinimiz yoxdur, görmürük. Mövzu budur. Qaf surəsində 21-ci ayədə oxuyuruq ki, 21 və 22. Bir qiyamət günü insanları gətirəcəklər. Qaf, səfər 519-dur. Şimdi istəyirəm. Bir qiyamət günü insanları gətirəcəklər. Vaxtı gətirirlər, belədir bax. Cəət kullu nəfsin məha saibun və şəhidun. Bütün insanlar qiyamət günü gətirəcəklər. Saiq soğuqu verəm. Yəni, bir nəfər olacaq bunu tələsin. Arxadan insanları bir nəfər neyəcək, aparacaq. Pəs bütün insanlar qiyamət günü gələcəklər, arxadan bir nəfər hidayət aparır. Neyəcək, aparır. Və şəhidun. Bir nəfər də şahiddir. Qiyamət günü insanla bir saiq var, bir şahid. Bir aparan var, bir də şahid var əməllərin. Gəlir. Bu insana nə deyəcəklər? Bu insana belənci bir söz deyəcəklər. 22-ci ayədir. Ləqət kontət və qəflətin min haza. Sən bu işdən qəflətdəydin. Bundan qəflətdəydin bu hadisədə. Qəflət biz canım nə? Yəni, qəflət bunda deyirlər ki, insan əhəmiyyət vermirdin. Diqqətin yox idi. Buna etina eləmirdin. Qəflətdəydin. Diqqət edin ayə. Fəkkəşəfna ənkə qitaət. Pərdəni səndən götürdük. Qəflətdəydin. O zaman pərdəni götürdük. Fəbəsərəkəl yevmə hədid. Bugün sənin gözün itidir. Yaxşı görürsən. Bu ayənin mənası budur ki, pərdəni götürdük yəni mənə. Yəni bu dünyada da imkanı görmək var idi. Fəqət pərdə var idi insanla onun arasında. Bir, çün qəflətdəydin pərdə var idi. Qəflət aradan geçsəydi sən görə bilərdin. Çün əvvəldə belə bir söz deyil. Ləqət kunta fi qəflətin minə. Sən qəflətdəydin, görmürdün. Bu dünyada pərdəni götürdük, gördük. İmam Əli Nəhcü Bəlağədə vurur ki, pərdələr aradan geçsə, mənim elmimə nə olmaz? Azalır, çoxalmaz. Elmim çoxalmaz. Çünki mənim qarşımda pərdə yoxdur. Pərdələr bu qəflət, qafil insanlara pərdədir. O ki yatıbdır, o pərdəsi vardır. O ki o yatdı, pərdəsi yoxdur. Yatanın gözündə bunlar pərdədir, qoymur görürsün. O ki yatmayıbdır, pərdədə görürsən. Yaxşı, bu bir ayə ki, bu ayənin nəticəsi budur ki, qəflət olmasa adam görər. Bu ayənin nəticəsi budur ki, qəflət olmasa adam görər. İstirik nədir yaxın? İstirik yaxın imam. Yəqindir, bu əhli yəqinliyinə görə aləm-i mələkutla rabitəsi var. Nə ilə rabitəsi var? Hər zadı görür. Ona görə hidayət edir. O istirik deyək. İstirik bir sıra ayələr Qurandan deyək ki, kimin yəqini olsa çox zatlar görər.
İmam da üçün əhli yəqindir, kanu və ayatına yuqinun, ona görə imam da görür və hidayət edir. Bu bir ayə. Digər ayə Mütəffifin surəsindədir. Mütəffifin. O nədir? Buyurur ki, 588-də buyurur Mütəffifində ayə 18-19-20 buyurur Ma edrakə ma kəlla innə kitabəl əbrar ləfi illiyin. Allah insanları müxtəlif surələrdən müxtəlif adlarla bölübdür. Vaqə surəsində bölür insanları 3 qruba deyir, əhli, yəni əshab-ı yəmindir, əshab-ı şemaldir, müqərrəbundur. Bir sıra insanlar sağçılardır, bir sıra insanlar solçulardır, bir sıra insanlar müqərrəbdir. Orada belə çıxır. Bu ayədə yaxşı adam deyib, bir sıra insanlar var, əbrar adı var. Əbrar. Əbrar yəni yaxşı adam var. Əhli namaz o, əhli Qur'an o, əhli dua o, yaxşı adamdır. Əhli ehsan o, infaq o, bu cübsünlər. Deyib bunlara Kitab-əl əbrar ləfi illiyin. Əbrarın məktub yazı dəftərləri illiyindədir. Illiyin harada? Yəni yuxarıdadır. Onların əməlnamələri aşağıda deyil. Haradadır? Yuxarıdadır. Və ma ədrakə ma illiyin. Sən nə bilirsən illiyin nədir? Kitabun mərhum. Bir yazılmış kitabdır. Bunların heç bir işim yoxdur. Yəşhəduhul müqərrəbun. O kitabı kimlər görür? Allah'ın müqərrəb insanları görür. Məlumdur. Bir sıra insanlar var, başqa insanların əməllərini görürlər. Bu ayədən məlumdur ki, bir sıra insanlar başqa insanların əməllərini görür. Onlara pərdə yoxdur. Biz başqa insanların əməllərinə pərdəmiz var. Görmür. Demirik ki, bu yaxşı adamdır, pis adamdır, əməli nədir? Çünki əməlin birazı içəridədir, niyyətdədir. Bir kim şahiddir? Yəşhəduhul müqərrəbun. Müqərrəblər şahiddirlər o kitab-ı əbrara. Yaxşı adamların, bu iki deyirlər, imam zamana verirlər, insanın əməllərini təqdim edirlər, Peyğəmbərə təqdim edirlər, ayədə şahid var. Yəşhəduhul müqərrəbun. Allahın müqərrəb insanları şahid olarlar əbrarın kitabını. Onlar o qədər kamilləşiblər ki, görürlər əməlləri. Onlara pərdə yoxdur. Qəlbiləri görürlər, onlara pərdə yoxdur. Bəzi təfsirçilər bu müqərrəbun sözünü mələklərə mənə ediblər. Deyirlər ki, bunlar insan deyil ki, bu müqərrəblər kimlərdirlər? Mələklərdir. Ta xəlas olsunlar bu bəhsilərdən, bu da mələk mənasında deyil. Niyə? Çünki 28-ci ayədə var, Əynən yəşrəbu bihəl müqərrəbun. Müqərrəb insanlar, bir bulaq var cənnətdə, adı təslimdir. Ancaq kimlər o bulaqdan yiyərlər? Allahın müqərrəb insanlar. Mələikə deyil ki, müqərrəb məlumdur, insandır ki, çeşmədən içər. Bu ayə əsasən müqərrəb mələk olmaz. Bu ayədə. Bir də Vaqə surəsində 88-ci ayədə orada insanları ki, bölür 3 qrup deyə, bir qrubu da deməlidir, müqərrəb insanlardır, qurur müqərrəb insanlara Allah müxtəlif neymətlər verər, sayır orada. Pəs, bu da ikinci ayə, bu göstərir ki, insan Allahın müqərrəb bəndəsi olsa, Allaha yaxınlaşsa, çox zatlar görər. Biz ki, görmürük müqərrəbdə. Hələ əbrardır, o da olsa üçün yaxşıdır. Pəs Allahın müqərrəb insanlarına pərdə yoxdur. Bu istirafdır. Bu da ikinci ayə. Üçüncü ayə, Təkasür surəsi. Bir dəfə şahidlədir biləcək. Bu da bir şahiddir Qurandan ki, insan dünyada bəzətləri görə bilər. Fəqət maniyəsi var, görmür. Kəlla, Təkasür surəsini deyilir. Təkasürdə qiyamətin qəflətindən söhbət gedir. Adam qiyamətə qəflət edir. Qəflət, yəni etina eləmir. Biz çox vaxtlar qiyamətin fikrində olmalı. Adi bəşər qiyamətə qəflət
eləyər. Allah da burada deyir, əl-haqimət təkasur. Amilin deyir, xəstəlin deyir, niyə? Sizi deyir, əl-haqim. Məşğul eləyib sizi təkasur. Təkasur onu dünyanı çox istəmək. İnsan üçün dünyanı çox istəyir, qiyamətdən məşğul olubdur, qəflət edir. Əl-haqimət təkasur, yəni təkasur səbəb olub qəflət eləyəsiniz. Təkasur dedimdə çox istəmək. Dünyanı çox istəmək. Maddiyyəti çox istəmək. Bir təkasur səbəb olub qəflətə düşəsiniz. Hətta zotumul məqabir, hətta ölənə qədər. Bu ayənin bir mənası budur, hətta ölənə qədər. Qəflətə düşsüz ölənə qədər. Öləndən sonra qəflət gedər. Ondan oyuna biləcəksiniz. Bəli, ölənə qədər qəflətdəsiniz. Çünki öləndən sonra bəzi pərdələr açılacaq, görəcəksiniz. Bəli, burada qəflətdəsiniz. Nə amili nədir? Təkasur. Deyir, həmişə belə dəyəsiniz. Kəlla, sovfə tələmun. Belə deyil. Kəlla, yəni həmişə qəflətdə dəyəsiniz. Kəllanın mənasını üçün həmişə qəflətdə dəyəsiniz. İndi bu dünyada təkasür səbəb olub qəflətə düşəsiniz. Sovfə tələmun. Tez olar biləsiniz. Deyir, sonuna kəlla sovfə tələmun. Sonra tez olar biləsiniz. Dilə bunlar iki mərhələdir. Bir adam öləndə biraz həqiqətlərə aydın olar biləsinə. Onlar ki, əhli qəflətdilər, öləndə biraz biləsinə həqiqətlərə aydın olar. Sən bir nəfərindən tanış dəyilsən, pis baxsan biləsin. Əvvəl mərhələləri ki, gördün biləsin, tanışdın, biraz dost oldun, onda bəzi pərdələr gedər. Biraz çox otdur, ondan sonra çoxlu pərdələr gedər. Siz vaxtı öldünüz, bəzi zatlar aydın olar biləcək. Vaxtı qiyamət, dünya, bərzəxdən də qutuldunuz, yetdiniz, öldünüz qiyamətə, onda da cinə nə olar? Ayrı pərdədir. Ona görə iki dadır, kəlla sohbət ələmin, tez olar bilərsiniz, deyil, belədir də, tez olar cinə bilərsiniz. Bir biləsiniz, bu deməzlər ki, bilə bilməzdiniz burada. Düzdür, indi təkasur məşğul edib bir özü, bilmişsiniz. Bəli, eləyərlərdiniz bu dünyada da biləsiniz. Onu göçmən bilədiniz. Tə'ləmun bilədiniz. Bəli, sonra deyil, kəlla, ləv tə'ləmunə ilməl yəqin, lətərəvunnəl zəhim. Əgər siz elmi yəqin tapsaydınız, cəhənnəmi indi görərdiniz. Yəqin elmi tapsaydınız, cəhənnəmi görərdiniz. Sonra lətərəvunnəha aynə, sonra gözünüzlə də görərsiniz. Bu ayədən bilinir ki, insanın dünyada yəqin əldə eləyə bilsə, eləyə bilər cəhənnəmin neynəsin? Görsün. Deyirlər, Haris var idi, hədisdir. Harisə Həmdani, Peyğəmbərin əshabələrindən. Peyğəmbər bir gün biləsindən soruşdu ki, keyfə əsbəhtə, sən necə sübh səhər elədin? Bu Haris dedi ki, əsbəhtə muqinən, yəqin əhliyim. Peyğəmbər dedi, axı, yəqinüvün əlaməti nədir? Hər şeyin əlaməti var. Yəqinüvün əlamətidir. Dedi, mən cəhənnəmi görürəm. Mən cənnəti görürəm. Mən cəhənnəmdə nemətlənənləri görürəm. Cəhənnəmdə əzab keçənləri görürəm. Cənnətdə nemətlənənləri görürəm. Bu, yəqinin əlamətidir. Əlləmi Mətədisi bir harda deyir ki, bu qəlbində bu nuraniyyət ki, gəlmişdi bu insanın. Qəlbi bir bələm açılmışdı, görürdü. Bu imanının möhkəmlığından idi. Bu əhli yəqin olmanından idi ki, bilən ki, bir nuraniyyət neyləmişdi, gəlmişdi. Pəs imam əhli yəqindir, bu mənaya əhli yəqindir. Ona görə imamı pərdələr nədir? Aradan gedibdir. İmam hər zadı görür. Əlbəttə, bu bəhs ki, insan əhli yəqin ola, yuxarı dərəcəsi imama aiddir. Bəli, insanlar da deyə bilərlər, ərd eləsinlər. Bu qapı bağlı da bəşərin əlindən. İnsanlar əhli yəqin ola bilərlər. Deyirlər, Əllami Təbatəbayının bir qardaşı var idi, Seyyid Məhəmməd Həsən Təbatəbayi. Əllamənin öz adı Muhammed Hüseyndir. Qardaşı var idi Məhəmməd Həsən. Bu da böyük bir alim idi, böyük bir arif idi, əhli yəqin idi. Lakin bu Təbrizdə qalardı. Nə
nəql edən bu hekayəni qalır indi. Ayətullah Həsənzadə Amuludur. Bu deyir ki, biz dərs oxuyan Dəllami Təbatəbai ilə qumda gedərdik Təbrizə, qardaşını da görərdik. Seyyid Məhəmməd Həsən Təbatəbai. Bunların bir ustadları var idi, hamısının və bekçilərdir. Və başqa bir sıra insanlar idi, Ayətullah Bəhcət idi və nə idi, bir sıra ariflər idi. Bunların hamısının bir dənə ustadı var idi bir zaman. Ayət Seyyid Əli Qaziyə Təbatəbai. Bu əhlət kəramət idi, bu Allahın Awliyaullahlarından bu insan. Bunun haqqında çoxlu bir sözlər deyilir. Dilə bir nəfər şək gelirdi bunun haqqında. Bunun qəlbindən desən nə idi? Bilirdi. O gedə bir daha ilana dedi ki, öl. O ilan öldü. Elə onun gözünün qabağında. Hələ də bu böyük adam, əhliyyəti. Elə bu öləndən sonra yenə tələbələrini tərbiyə edərdi. Lakin bu Əllamənin qardaşının vasitəsilə Seyyid Məhəmməd Həsən Təbatəbai ona deyərdi. Bu da məlum idi, bu şəxsilə nə qədər irtibatı var idi o aləminə. Bunu nəql edən deyəm, diri daha özü qalır. Böyük bir alimdir, böyük bir arifdir Ayətullah Həsən Təbatəbai. Bu deyir ki, mən bir gün getdim, dedim ki, mənə də tapşırıb qaziyə, mənə də göstəriş versin, mənə də neynəsin, ünlülərində xərcəm versin. Deyim, mən bu sözü dedim, təbrizə etmişdim, etdim. Bir gün öz şəhərimizdə, Amurda, öz şəhərimizdə biz bir gün oturmuşduq, məsəl, ailə ilə biraz soyuqluyduk. Yox, Amulda. Qumda biraz getmişdik Amula. Məsəl, soyuq, rabitəmiz biraz soğumuşdu ailəmizlə, Qaraxandıydı. Mən bu xalqsəsi çıxım biraz, nə deyim, ürəyim biraz boşalar, getdim Təbrizə. Getdim biraz bu ustadımın qardaşı görüm də, həqiqətdə ustadı bunun Əllamə Təbatəbai. Bundan da gücür ustad idi və səyyar ustad idi. Bir getdim ora, dedim ki, mən heç nə deməmiş, o mənə dedi ki, ona tapşırır ki, ailəsi ilə yaxşı olsun. Deyir, mən indiyəcən heç kimə deməmişdim ki, evdə daxili həyatımda nə cürəm. Lakin bunun xəbəri var idi. Bu əhatəsi var idi. Pəs, əhl-i yəqin xəbəri olar. Əhl-i yəqində pərdə yoxdur. Pərdə aman günahlardır. Qurandan bir sıra ayələr var ki, insanın günahları, şəhəvat, insanın arzuları səbəbdir, icab gəlsin. Və səbəbdir, həqiqətlə insanın qəlbinin qarşısında mani olsun, pərdə olsun, görməsin. O hicablar gəlsə, aləmi həqiqətləri görər. Tüm insanda rânə ələ qulubihim, qəlblərinə o pas basıbdır, ona görə məhcubdurlar. Quranda o mətəfifində bir dəfə oxudum ki, sonra insanın qəlbində rin var, rin yəni pas. Rin vardı, ona görə görmür. Rinlər göstərər, görərlər. Bunda Quranın da bir sıra ayələr var, belə ki, bunlar görmürlər. Sommun, boğmun, omyun, Allah, yerciun, yafahum, la yoxsirun, belə bir ayələr. Onlar çordular, çardılar, görmürlər. Nəinki adamı görmürlər, həqiqəti görmürlər. Bütün gözləri kör olubdur. Nə gözün kör edibdir? Günah kör. İmam həm əhl-i səbridir, həm əhl-i yəqindir. Buna ayrı ibarə ilə də işləsə, imam həm yolu görür, həm yolu gedir. Gedibdir. Ona görə apara bilir. Həm yolu görür kamil, tanıyır kamil, yəqini var yola, həm də gedibdir. Ona görə apara bilir. Cəənnahum əimmətən, biz onlara imam elədik, öz başına imam eləməyibdir. Ləmma səbəru, tüm səbr əhlidirlər və qanun və ayatına yol verir. Vaxtı bir insan imam olur, insana böyle bir nemətdir, verilir.
Aslında imam bir tane nimetdir. Vakti bir yeryüzünde imam var, yani Allah'ın bir nimet var. Aslında Allah-u Teala vurur ki, nimet imamdır. Başka nimetler o, bu dağlar. Aslında ayet. La tus'alunna tekasulun altında yevmeyzin anin neym, bir neymden soruşacaklar, yani imametten. Çünkü imamet her zadın köküdür. İmam olanda insan gelir yukarıya. Allame bir tane Hacı Nesreddin Tusi var. Bu böyük alimdir, ilahiyatçıdır. Bunun bir kitabı var, Akaid'de, Akide ve İlahiyatta. Adı Tecrid-i İtikat. Aslı bunun ustadının da bu kitap Allame Helli'nindir. Bu ona şerh yazıbdır. Ne yazıbdı ona? Şerh yazıbdı. Deyirlər, bu şair tələbə ona şərh yazmaydı ki, o kitabı dəqiq məlum olmayacaqdı, nə deyil, o qədər qıssa yazıbdı. Bir dənə nə mənə yazıbdı, bir dənə cümlə yazıbdı. Əlbəttə, bağışlayın, əsli Hacı Nəsreddinindir, şərhin kim yazıbdı, Allame Helli yazıbdı. Orada belə bir söz var, deyir, vücuduhu lütfun, imamın vücudu lütfüdür. İmamın varlığı insanın hayatında lütfüdür. İmam olmasa insan hidayet tapmaz. İmam olmasa gitmez. Aparmazlar yani. Nefer elinden yapışmaz. Vücuduhu lütfun. Gaybetuhu minna. İmamın gayb olmalı bizden. İnsan nimete naşükür olsa mahrum eder Allah onun nimetten. Allah'ın kanunu dünyada beləncidir ki, təkvin qanunu, təşriği qanunu yox. Dünyada təşriğini qanun beləncidir ki, insan nimətə düz münasibət bəsləməsə, nimət əlindən alar Allah. Qeybət döküldür. İndi yeryüzündə imam qeybə çəkilibdir, bu deyir ki, Allah insanlara xeyir iş görübdir, yaxud insanları sevir qeybə çəkil imamı. İnsanları nə mənə bilir? Naşükür bilir. Ona görə o gün ki, o 313 tane xalis oldu qeyrət. Pəs imam əhli yəqin o, əhli səbr olaraq bu ayədən başa düşdür. Əssəlamu aleykum və rəhmətullah. Bu boğuzur Allah'ın xafilə. Bu boğuzur yanına istəməli və istəməli. Bəzən Allah'a xafir iş görür. Yəni Allah'a xafir istəyək, Allah'a xafir istəməyək, bu ayə mərhələdir. İstək və qərkini. Deyir, la təcədu qavmən yevminunə billah və yevmin axiri. O ayə buyur. Tapılmasan bir qavmi ki, Allah'a imanları var və qiyamətə imanları var, Peyğəmbərə imanları var. Allah'ın dost düşmənlərini dost tutarlar. Vəl ataları var, vəl yoldaşları var, vəl balaları var, vəl dostları var, axırı. Bir bunların iman qəlblərinə yazılır. Əgər Allah'a görə dost olsa düşmə. Ay misbah gəldi, tərsuz. Ay misbah gəldi, ay bəktərin tələbəs olur. İrfan. Bunun dərsi. Bir gün bir söz dedi, ay Ərakinin vəfatındaydı. Ay Ərakı ki, mərhumumuzda, ona mən tutmuşlar. Orada bu münbərə çıxmış. Ay misbah. Ay bəktər də gəlmişdi. Elə oradaydı, mərhumumuzda. Dedi ki, danışdı müstəhidlərdə ki, bəxs buydu ki, hamının canı Əzrail alınır. Demişəm bu bəxsi, bəzi canları Allah öz alır. Bu da geniş bir bəxsidir, sonra danışım. Gəldi xulası dedi bəzi bəxsə, dedi ki, ay bəxsəkə işarə verdi. Dedi, icazə yoxdur mən danışam. İcazə olsaydı, deyərdir mən sözlər. Yəni, bu sözü icazə verir. Bu cümlə ondan məlumu ki, burada dəqiqdir da yəni. Eşitmem de bu özümüzde oldu. Enbiya 73. Secde suresi oldu. Secde suresi 497. O dedik daha.
Bismillahirrahmanirrahim. Səhifə 328. وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا وَأَوْحَيْنَا إِلَيْهِمْ فِعْلَ الْخَيْرَاتِ وَإِقَامَ الصَّلَاةِ وَإِيتَاءَ الزَّكَاةِ وَكَانُوا لَنَا عَابِدِينَ. Səfə 328, ayə 73, Ənbiya 73. Səfənin əvvəlindədir. Allah başlar. Onu tapdı. Mən əvvəl hərfi tərcümə edirəm, sonra izah edeyim. Cəalna, qərar vermişim. Hum, onları. Cəalnahum, qərar vermişik onları. Əimmətən. Nə mənə qərar vermişik? İmamlar. Əimmə, imam sözünün cəmidir. Qərar vermişik onları imamlar. Neynirlər? Yəhdunə bi əmrinə. Hidayət edirlər bi əmrinə. Bizim əmrimizlə. Və əvhəynə, vəhy etmişik biz. İləyhim, onlara. Nəyi vəhy etmişik? Fi'ləl xeyrat. Xeyr işlərin, xeyirlərin işin. Xeyirləri görməyi. Xeyirləri görməyi onlara vəhy edilmiş. Diqqət edin, ayənin tərcüməsi bir dəqiqə vəhy edilmiş olar, xeyir iş görsünlər. O Peyğəmbərə vəhy olar ödür. Onlara vəhy edilmiş xeyir işlərin görməyini. Yox, elə xeyir işlərin icra etmağını. İndi oxuyacaq, nə demək? Və iqamət səlat, namaz qılmağı onlara vəhy edilmiş. Bu iki namaz qılsınlar yox, əsən namaz qılmağı onlara vəhy edilmiş. Məsdəri onlara vəhy edilmiş. İndi görək nə formada. Və ita'əz zəkat və zəkat verməğı vəhy edilmiş onlara. Və kanu lənə abidin və onlar bizə ibadət edən idilər. Kanu, idilər, lənə, bizim üçün abidin, ibadətkar. Xeyrət, xeyr sözünün cəmidir. Yəni xeyr işlər. Yaxşı. Burada bir sıra insanlardan söhbət gedir ki, onlar da imam olublar. Hidayət bəyəm verirlər, Allah da bini onlara vəhy edirdir. İndi görək, bu vəhy nədir ki, Allah imama vəhy edir? İmamlara əgər vəhy olar, vəhy Peyğəmbər olar. Bəzilər cəhəblər deyiblər ki, bu ki, Allah vurur, biz onları imam eləmiş yox, elə imamdan məqsəd Peyğəmbər eləmiş. İmam nə mənayədirlər? Lüğət mənasında. İmam yəni qabaqda gedən, Peyğəmbər də hər ümmətin nəyidir? Rəhbəridir. Ona görə deyəndə onları imam eləmişik. İmamın termin mənası deyil. İmamın mənayəsi biz dedik, təşvini vilayətə malisdir, təşriyi vilayətə malisdir. O dərəcədə ki, insanları hidayət və əmr edir. O mənaya deyil imam. İmam yəni rəhbər. Çünki Peyğəmbər də hər ümmətin rəhbəridir. Biz onları rəhbər eləmişik. Biz deyirik, o düz deyil. Burada imam elə hamam mənayədir ki, İbrahim haqqında oxumuş. Niyə? Diqqət edin, nə deyirəm? Deyirək, qərar vermişik onları. Hum sözü var, cəalnahum. Qərar vermişik onları. Onların içindən İbrahim də var. İndi qabaqçı ayələrdə kimdən də söhbət gedirdi? Həzrət İbrahimdən. İndi mən biraz oxuyayım qabaqçı ayələri. Qabaqçı ayələr başlayır Həzrət İbrahimin haqqında deyir ki, ayə 51-dən İbrahimin cərəyanı başlanır. Buyurur ki, 51-dən başlayır, tərcüm yavaş-yavaş. Deyir, İbrahimə biz rüşd verdik.
İbrahim məxsus bir ağla malik idi, biz vermişdik. Ona görə gəldi, əmisi ilə bəhs elədi. Putpərəst idi əmisi Azər, onunla bəhs elədi. Əb sözü burada əmi mənasındadır, ata mənasındadır. Çünki ərəb dilində əb atıya da işlənibdir, nəyə də əmiyədir. Lakin burada ata mənası işlənməz. Çünki bizim mütəvatir hədisimiz vardır ki, Peyğəmbərin nəsli Adəmə qədər nədir? Müvəhhiddir. Təkəllah. Ona görə burada əb heç vaxt ata mənası işlənməz. Çünki İbrahimin atası Peyğəmbərin nə idi də? Qəddidir də, Peyğəmbərin nəslinin davamı da o hədis vardır ki, Peyğəmbərin babaları ta Adəmə qədər nədirlər? Vəhidlər, o hədislə düzəldir. Bəs əvvəldə İbrahim gəlir, mübahisə edir əmisi ilə, qovmi ilə ki, nəyə burada pərəstlik edir? Sonra budları sındırır, burada gəlir cərəyanda, 50-dən başlayıb. Budları sındırandan sonra bunlar qərarlaşırlar ki, nə eləyək? Ayə, mən qıssasını deyirəm da, nə haqda gedir? Ayə 68-də olan qərarını deyir. Ola belə qərarlaşırlar. Hərrəqu, bunu otqırıq, yandıraq İbrahimi vənsuru alihətəkum. Bunu otqırız və öz budlarıza kömək edin. Çünki bud insana kömək eləməlidir. Deyib, bunu otqırın, ta siz budlarıza nə eləyəsiniz? Kömək eləyəsiniz yazıqdılar. Bir də İbrahim kimin adam çıxar, o bizləri nə eləyər, ısındırır. Düzür, vənsuru alihətəkum, öz budlarıza nə eləyin? Qoruyun. Bu cərəyan baş verəndən sonra Allah od qalıyırlar, Allah deyir ki, biz oda belə dəstur verdik. Yanar kuni bərdən və səlamən əla İbrahim. Od, sən nə ol İbrahimə? Sərin və səlamət ol. Yəni, İbrahimi yandırma. Yandırma heç, İbrahimə ləzzət ver. Bərd, sərin, səlamət, yəni ləzzətli olsun İbrahim. İbrahim oda düşmədi. Səlama düşdü. Nəyə düşdü? Şəkli od idi. Siması od idi. Ne deyir ki, bəzi insanlar şəhid olurlar, şəhadət edilənə müsibət deyil ki, şəkli müsibətdir. Eyni bu oda düşmədi. Həqiqəti onlara nə mənədir? Bir səlamətdir. Həqiqəti İmam Əli buyurur, fost olaraq bil Kəbə. Şəhid olanda deyir, and olsun Kəbənin Rəbbinə mən nə oldum? Qurtuldum, nəcət tapdım. Qurtulma zahiri mənada qan dökülürdü İmam Əlinin saqqalından, İmam Əlinin mübarək üzündən. Yəni batini mənada nə idi? Fostu. Bu da od öcülü idi. Odda idi ki, İbrahimə. İndi bu təkvini bir bəhsidir, ha? Od həqiqətli təsirini itirmişdir. İndi o bəhs eləməyək sonra danışaq. Sonra gəlir, deyir və nəccəynəhu. Biz İbrahimi neynədik? Ayə 71-də belə deyir. İbrahimi nəcət verdik. Və nəccəynəhu. Onu nəcət verdik. Fəqət İbrahimi yox. Və Lutəm. Bilirsiniz ki, Lut da İbrahimin familiydi. Xalası oluydu. Həzrəti Lut Peyğəmbər. O da bir ümməti hidayət edirdi. Bir zamanda iki Peyğəmbər var idi. İbrahim de Peyğəmbər idi, Lut da. İbrahim böyük Peyğəmbər idi, ulul əzm Peyğəmbərlər. Lut təbliğ Peyğəmbərlərindən idi. Hidayət edirdi. Bunun qovmi çox ayrı işlərə məşğul idi, məxsusən livat əməlinə məşğul idi. Allah bunlara bəla nazil elədi. Bəla nazil edəndən sonra Lut nəzət tapdı. Nəccəynəhu və Lutən. Biz nəydə? İbrahim'də nəzət verdik, bir də kimi nəzət verdik? Lutən. Hara apardık? İbrahim Babilistan'daydı. İbrahim Babilistan'daydı. Lut da gəlmişlər, köçmüşlər də Babilistan'daydı. Köçdülər Filistinə tərəf, oradaydılar. Bir apardıq, nəzət verdik ola ora. Əlləti barəkna fi halil aləmin. O yerin ki, bərəkətlidir bütün dünyalar üçün. Bütün insanlar üçün o yer neydi? Bu bərəkətlidir, ora nəzət verdik, apardıq ora bilələr. Lut'u İbrahim'in yanında. İkisi də köçdülər Babilistan'dan, getdilər ora. Sonra deyir ki, orada olanda vəhəbna ləhu İshaq və Yaqub.
İbrahimə nə verdik? Bəxşişlədik. İshaqı, sonra İshaqdan sonra Yaqubu. İshaq İbrahimin oğludur. Yaqub da İshaqın oğludur. Yaqubun da nəsli var da Yusuf Peyğəmbər ta axırıdır. Bütün Peyğəmbərlər hamısı qeydir İbrahimə. Sonraki Peyğəmbər. Baxın, Yaqub oğlu Yusuf'dir və 12 qardaş. Yusuf 11 qardaş. Yusuf'un 12 oğlu. Hazreti Musa, Hazreti İsa, Hazreti Zəkəriyya, Hazreti Yahya hamısı qeydir nəyə? Yaquba. Hamısı Bəni İsrail. Yusuf'a qeydmir. Yusuf'un hepsi qardaşlarına qeydir. Vəli Yaquba qeydir. Hamısı Bəni İsraildir. Məryəm də hətta Yaquba qeydir. Məryəm ana tərəfindən. Məryəm də, yəni İsa Peyğəmbər də Məryəm ilə kimə qeydir? Yaquba. Bizim Peyğəmbərimiz də cinə İbrahimə qeydir, İsmail. Onun üçün Şeyxul Ənbiyadır İbrahim. Əsbat deyirlər də, Bəni İsrail 12 dənə sept idi. Qol idi, 12 qol idi. Hər qoldan da Peyğəmbər var idi. Bizim söhbətimiz onların haqqında deyil. Kullən cəəlna salihin. Bunların hamısını biz nə eləmişik? Salih eləmişik. Pəs söhbət kimdən gedirdi burada? İbrahimdən, Lutdan, İshaqdan, Yaqubdan. Bunların hamısını biz salih eləmişik. Bu söhbət gedəndən sonra